Herkese salam, mən Əlizadə Cünnisə. Kanalıma xoş gəlmisiniz. Bu mənim kanalımın ikinci videosudur və bu videonun konsepti, çünki bilirəm ki, aranızda həddindən artıq çox abituriyent var və bəlkə də bəziləriniz tələbəsiz. Bu videonun konsepti olaraq universitet xəyal etdiyim kimi bir yer miydi? Bunu çəkməyə qərar verdim, çünki mən abituriyent vaxtı universitet haqqında çox fərqli təsəvvürlərim var idi və hansı mövzularda xəyal qırıqlıqlarım var, hansı mövzularda təsəvvürüm və real universitet mühiti arasında fərqlər var və s. Belə suallara fərqli alt başlıqlar altında sizlərə cavab vermək istəyirəm. İndi videoya keçmədən əvvəl birinci özümü tanıdım. Dediyim kimi mən Əlizadə Cünnisə, 17 yaşım var və Adensuda kompüter elmləri ixtisasında oxuyuram və 1-ci kurs tələbəsiyəm. İndi yavaş-yavaş suallarımızı cavablamaya başlayaq. Deməli, burada qeydiyyatlar aparmışam sualları cavablamaq üçün. Arxasında da şəkil çəkmişəm. İlk sualımız belədir, dərslər. Bu sual həqiqətən uzundur, çünki mən abituriyent olanda universitet mühitində dərslərin necə keçildiyi haqqında heç bir fikrim yox idi və bizim normal abituriyent vaxtı bizə verilən testlər, əlavə dərs oxumaq, əlavə biz çox test yazırdıq. Belə bir oxuma sistemi var idi bizdə. Yəni, universitetdə oxuma sistemi necə idi, abituriyentlik dövrü ilə arasındakı fərqlər nə idi, bunları bilmirdim və tez-tez araşdırma eləyirdim, anamdan soruşurdum və s. Və belə desəm, universitetin dərs sistemi məncə abituriyent sistemindən qat-qat yaxşıdır. Çünki sizi yoracaq dərəcədə heç vaxt testlər və s. verilmir. Şəxsən mən öz oxuduğum universitetdən və ixtisasdan danışsam, bizə arada sırada bəzi dərslərin məşğələsi üçün mövzulara aid əsasən riyazi analiz və yaxud xətti cəbir dərslərinə aid bəzi qısa misallar, məsələlər verilir, çünki imtahana bu dərslərin məsələləri düşür. Onun xaricində abituriyent kimi saatlarla test yazmırıq, yəni belə bir şey yoxdur. Öz universitetim və ixtisasım adından danışıram dediyim kimi. Əlavə olaraq universitetin abituriyentlik dövründən daha qəşəng tərəfi məncə ondan ibarətdir ki, universitetdə sizin üzərinizə düşən yük məncə mənim təcrübələrimə görə daha azdır. Çünki abituriyentlik dövründə həqiqətən məşğələlərdən, hazırlıqlardan o qədər dərslər verilir ki, həftə sonunda daxil sizin öz sosial həyatınıza vaxt qalmır. Yəni 7-24 dərs oxuyan bir vəziyyətdə olursunuz. Abituriyent olmuşam mən də, oradan bilirəm. Amma universitetdə belə deyil. Yəni məşğələ olur, mühazirə olur. Sadəcə məşğələlərdə dərs oxuyursunuz və yaxud günlük dərs oxumaya da bilərsiniz. Sadəcə imtahanlara yaxın vaxtlarda da dərs oxuya bilərsiniz. Əgər əlaçı olmaq istəyirsinizsə, bəlkə də günlük dərs oxuya bilərsiniz. Amma universitetin və abituriyentlik dövrünün əsas fərqi ondan ibarətdir ki, siz əlaçı olmaq üçün oxusanız belə, gündə maksimum 2-3 saat günlük dərs oxumağı sizə bəs edir. Yəni, abituriyentlik vaxtındakı kimi 6 saat, 7 saat dərs oxumursunuz. Yəni, günlük oxusanız belə maksimum 2-3 saat sizə bəs eləyir imtahanda əlaçı olmaq üçün. Və normal bir qiymət almaq üçünsə, mənim təcrübələrimə görə heç günlük oxumaq da lazım deyil. Nə vaxt, məsələn, hər hansı bir dərsdən müəllim evə tapşırıq verir, məşğələ dərsinə və s. Bir də imtahana hazırlaşdığın ərəfədə dərs oxumaq məncə yetərincə bəs eləyir deyə düşünürəm. Yəni, dərs məsələsinə gəlsək, universitet abituriyent dövründən məncə daha yaxşıdır hər cəhətdən. Deməli, ikinci alt başlığımız müəllimlərdir. Deməli, mən abituriyent dövrünün müəllimləri və universitet müəllimləri arasında bir fərq deməli olsam, əsasən bundan danışmaq istəyirəm ki, abituriyent dövründə müəllimlər biraz daha sizə yaxın davranır. Çünki siz bir məşğələyə gedəndə bir müəllim çox vaxt sizi öz uşağı kimi hesab edir. Düzdür, hər müəllim belə deyil. Hər müəllim o qədər də yaxşı davranmır şagirdlərinə, amma yəni çox vaxt belə olur da, o müəllim uşağını qəbullanır, siz müəlliminizi qəbullanırsınız və aranızda səmimi bir münasibət yaranır. Universitetdə məncə belə bir hal abituriyentlik dövrünə görə daha azdır. Amma yenə də çox nadir hallarda müəllimlərlə səmimi olmaq ola bilər. Əsas da bu aktiv tələbələrə
həm sosial bacarıqları daha yaxşı olan tələbələrə, həm də daha yaxşı oxuyan tələbələrə aiddir. Ancaq ümumi olaraq abituriyentlik dövründəki kimi müəllimlə səmimiyyət yoxdur məncə. Bir də əlavə olaraq universitetdə istəyirsən xəstə ol, istəyirsənsə çox çətin bir vəziyyətdə olsan belə qayıblar yazılır. Yəni müəllimlər qaydalara uyğun olaraq belə hallarda sizə hörmət eləyə bilmirlər. Əsas fərqlərindən biri buydu. Üçüncü və ən çox sevdiyim alt başlığa gəlirik. Deməli, sosial mühit və aktivitelər yazmışam. Mən öz universitetimdən danışacaq olsam, burada böyük bir xəyal qırıqlığı yaşadım. Niyə? Çünki mən universiteti daha sosial, daha yaradıcı bir mühit kimi gözləyirdim. Düzdür, əlbəttə ki, bəzi universitetlər həqiqətən belədir. Ancaq mənim öz oxuduğum universitet olan Adensunun sosial mühiti məncə yetərincə yaxşı deyil. Çünki universitetimizin həyəti çox balacadır, kampüsümüz yoxdur məsələn. Yəni tələbələrin rahatlamaları, istirahətləri və sosiallaşmaqları üçün yaxşı bir mühit yoxdur. Amma kampüsdən kənar tədbirlər keçirilir və bir çox sahədə klublar yaradılmağa başlayıb. Məsələn, Conversation Club, ingilis dili dərsinə aid, sonra Art Club və s. kimi. Yəni, fərqli bacarıqlarınızı inkişaf elətdirə biləcəyiniz fərqli klublar var hər universitetdə və bu sosial bacarıqlarımızı inkişaf elətdirmək cəhətindən yaxşı bir şeydir. Ümumiyyətlə desəm, mən universiteti, yəni öz universitetimi daha sosial bir mühit kimi gözləyirdim. Düşündüyüm qədər deyil. Ancaq mənim abituriyent dövrümlə müqayisə etsək çox yaxşıdır. Çünki mən abituriyent dövründə dostu olmayan çox asosial, içinə qapanıq biri idim. Sosiallaşa bilmirdim. Çünki sosiallaşa biləcəyim insanlar yox idi. O tipdə insanlar ətrafımda deyil idi. Tapmaqda əziyyət çəkirdim. Ancaq Bakıya gəldikdən və universitet tələbəsi olduqdan sonra mənim həqiqətən yaxşı dostlarım oldu, sosial çevrəm oldu və universitetdə keçirilən tədbirlər, bu klublar və s. sayəsində mən artıq özümü inkişaf elətdirə bilirəm. Yəni o baxımdan universitet mənə sosial çevrə və əlaqə bacarığı qatdığını düşünürəm. O baxımdan məncə universitet çox yaxşı bir yerdir. Və bu arada mənim fikrimcə universitetin əsas məqsədi onsuz sizə qatdığı ixtisas yox, sizə qatdığı sosiallıq bəcəriləri, sonra sosial mühit dediyim kimi, əlaqələr və s. Siz universitet həyatında əsas bunu öyrənirsiniz. İxtisasınızı yox, mənim fikrimcə. Universitetin mənə verdikləri deyə bir alt başlıq yazmışam bura. İndi bunun haqqında danışmaq istəyirəm. Deməli, məncə universitetin ən yaxşı cəhəti də budur. Digər alt başlıqda qeyd etdiyim kimi, universitet mənə həqiqətən sosial cəhətdən çox yaxşı şeylər qazandırdı. Çünki burada həm mənim kimi düşünə bilən insanlar tapdım, dostlar tapdım, artıq asosial deyiləm, sosial tərəfimi çox yaxşı ifadə edə bilirəm və bundan əlavə universitetin qatdığı ən yaxşı şeylərdən biri universitetdə həddindən artıq dediyim kimi, qeyd etdiyim kimi klublar olur və yaxud kurslar da ola bilir. Sonra sizin özünüzü inkişaf etdirməyiniz üçün fərqli tədbirlər olur, etkinliklər olur və belə şeylərə qatıldıqca insan özünü inkişaf etdirə bilir. Yəni universitetdə ancaq ora dərs oxumağa və imtahan verib qiymət almağa gedirsənsə, böyük ehtimal universitet həyatın həddindən artıq ortalama keçəcəksən, axırda əlaçı olsan belə. Amma dediyim kimi universitetin sənə qatdığı əsas şey o sosial mühit, sosial bacarıqlarının inkişaf etdirilməsi və eyni zamanda qurduğun əlaqələr və çevrədir. Yəni universitetin mənə verdiyi əsas şeylər buydu. Mən universitetdə oxumadan əvvəl, yəni abituriyentlik dövründə Bakıda yaşamadığım vaxtlarda dediyim kimi asosial bir uşaq idim. Dostlarım çox yox idi və belə bir məsəl var. Bunu çox vaxt mənə anam deyir. Deyir ki, böyük balıqlar həmişə okeanda olar, gölməsələri də yox. Və bu məsəl o qədər doğrudur ki, mən bunu Bakıya gələndən sonra gördüm. Yəni elə bir ki, çox böyük potensiala sahib bir insanı qəfəsə sıxışdırırsan və illərlə orada qalır və sonra onu açırsan,
qəfəsdən və o insan artıq öz potensialını göstərməyə başlayır. Nəyə qadir olduğunu bütün insanlara sübut edir. Belə bir situasiya yaranmışdı məndə və getdikcə də özümü inkişaf elətdirirəm bu cəhətdən. Çox sevdim, yəni. Sonra digər və sonuncu alt başlığımız xəyal qırıqlıqlarımdır. Bu əsasən subyektiv fikrimdir mənim. Bir də mənim universitetimlə birbaşa əlaqəsi var. Çünki böyük ehtimal digər və daha yaxşı universitetlərdə belə xəyal qırıqlıqlarının olması ehtimalı çox azdır. Birinci xəyal qırıqlığım universitetimizdə kampüs olmamasıdır. Adenson həyəti çox balacadır və tələbələrin, yəni eyni yaşda olan gənclərin bir-birləri ilə sosiallaşması üçün, söhbət etmələri üçün, maraqlı vaxt keçirmələri üçün və s. məncə yaxşı bir mühit yoxdur. Bu əlavə tədbirlərdən, klublardan başqa universitetin həyəti yaxşı deyil, yəni. Məsələn, Ada kimi bir universitetdə oxusaydım əgər, məncə belə bir problem çıxmazdı, çünki həyəti çox gözəldir. Amma Adensuda belə deyil, təəssüf ki. Ondan başqa bizim universitetimiz orta məktəbə oxşuyur. Həm struktur cəhətdən, həm tikiliş cəhətdən, həm siniflərinin memarlığı cəhətdən və mən bu barədə həddindən artıq üzülmüşdüm, çünki universitet artıq orta məktəb kimi olmamalıdır. Çünki siz artıq orada yeniyetməlikdən yetişkin həyatına addım atırsınız, özünüzü kəşf edirsiniz və öz ayaqlarınızın üzərində durmağı bacarmağa çalışırsınız və bu əsasən universitet illərində olur. Çünki siz məhz o yaşlarda öz həyatınızı inşa etməyə başlayırsınız və belə bir situasiyada məncə bu situasiyaya yaraşan bir tikili lazımdır. Hər cəhətdən, həm memarlıq cəhətdən, həm struktur cəhətdən. Amma universitetin içi orta məktəb kimi olanda, həm dediyim kimi tikiliş cəhətdən, həm də dərs sistemi cəhətdən, onda tələbələr özlərini fərqli bir ortamda hiss etmirlər, fərqli bir mühitdə hiss etmirlər və universitetdən yorulurlar, sıxılırlar. Və mənim burada tövsiyələrim o olardı ki, universitetlərimiz daha modern və daha gənclərə uyğun formada tikilişi olsun, həm də dərs keçmə sistemi də bununla eyni olsun. Yəni, orta məktəb uşağı kimi gəlib, çıxıb, dərs danışıb, qiymət almaq məncə həddindən artıq sıxıcıdır və sizin də mənə təsdiq verəcəyinizi düşünürəm bu barədə. Deməli, mənim universitet həyatı haqqında indilik fikirlərim bunlardır. Daha hardasa 2 aydır Adensuda oxuyuram və gələn dəfəki videolarda sizlərlə daha fərqli fikirlərim olsa onları da bölüşmək istəyirəm. Sağ olun, salamat qalın, hələlik.